Deməli, Azərbaycanın əsas çaylarının keçdiyi iqlim tipləri və yaxud da yarım tipləri haqqında danışırıq. Birinci başlayaq Kür çayından. Kür çayının keçdiyi ərazilərdə qışı mülayim keçən yarım səhra quru çöl iqlimidir. Respublikamız daxilindən söhbət gedir təbii ki. Qabırı çayının da keçdiyi ərazidə ancaq yarım səhra quru çöl iqlimidir. Sonra Araz çayına baxaq. Respublikamız daxilində Araz çayının keçdiyi iqlimlər qışı soyuq keçən yarım səhradır və qışı mülayim keçən yarım səhra. Xəritədə də gördüyünüz kimi bu ən son 10-cu sinif dərsliyinin xəritəsidir. Xəritədə də gördüyünüz kimi Araz çay sahillərində iki iqlim tipi formalaşır ölkə daxilində. İkisi də yarım səhranın müxtəlif tipləridir. Amma Araz çay sahillərində nə soyuq iqlimə, nə də mülayim isti iqlimə rast gəlinmir. Sonra baxaq Qanıq çayına. Qanıq çayını da görürsünüz ki, mülayim isti iqlim və yarım səhra iqlimidir. Mülayim isti iqlimdən keçir Qanıq düzənliyində, amma Qanıq Əyri çay düzənliyində, amma gəlib töküldüyü yer yarım səhra iqlimində yerləşir. Sonra digər böyük çayımız olan Tərtər çayından danışaq. Tərtər çayın hövzəsində hansı iqlimlər mövcuddur? Təbii ki, dağ tundra, soyuq iqlim, mülayim isti iqlim və yarım səhra iqlimidir. Dağ tundra iqlimi aydın məsələdir ki, vulkanik yaylıda mövcuddur, həmçinin də Murov silsiləsində mövcuddur. Sonra qışı quraq keçən soyuqdur, qışı quraq keçən mülayim isti iqlim və qışı mülayim keçən yarım səhra iqlimi müşahidə edilir. Sonra digər bir çayımız olsun Həkəri çayı. Həkəri çayı hövzəsində rast gəlinən iqlimlər yenə də vulkanik yayladan başladığına görə dağ tundra götürəcəksiniz. Qışı quraq keçən soyuq, qışı quraq keçən mülayim isti iqlim və qışı mülayim keçən yarım səhra quru çöl iqlimi. Köndələn çay hövzəsində isə dağ tundra iqlimi olmayacaq. Qışı quraq keçən soyuq, qışı quraq keçən mülayim isti iqlim, yayı quraq keçən mülayim isti iqlim və qışı mülayim keçən yarım səhra quru çöl iqlimi formalaşacaq. Bu, buranın əsas çaylarıdır. Yəni, əsaslar, bütün çayları oturub əzbərləməyə ehtiyac yoxdur. Əsaslarını qeyd etsəz, kifayət edəcək. Sonra, Qanıq Əyri çayın çayları. Fərqi yoxdur. Bax, bu ərazidən axan çaylar üçün hansı əyri çay da deyə bilərik. Hansı iqlim tipləri, yarım tipləri formalaşır desə, deyəcəksiniz ki, qışı mülayim keçən, qışı quraq keçən daha doğrusu mülayim isti iqlim, qışı quraq keçən mülayim isti iqlim, yağıntıları bərabər paylanan mülayim isti iqlim, bütün fəsillərdə bol yağıntılı soyuq iqlim və dağ tundra iqlimi formalaşır. Və yadınıza gəlsə demişdik ki, burada Şəki və Qax inzibati rayonlarının ərazisi Respublikamızda rast gələn bütün iqlim tipləri, yarım tip yox, tiplərinə rast gəlinir. Yəni, yarım səhradan tutmuş, yarım səhra, mülayim isti iqlim, soyuq iqlim və dağ tundra iqlimi var. Bir də Qanıq və Əyri çayın mənsəbləri Samux rayonunda yerləşir. Yenə də yarım səhra iqlimi deyəcəyik. Sonra gələk Böyük Qafqazın cənub yamasının çayları. Yenə də həmin xüsusiyyətləri qeyd etmək olar. Hövzələrində yəni mənsəbləri yerləşir qışı mülayim keçən yarım səhra quru çöl, sonra qışı quraq keçən mülayim isti iqlim, sonra bütün fəsillər üzrə bərabər paylanan mülayim isti iqlim, yəni yağıntılar bərabər paylanan mülayim isti iqlim, sonra bütün fəsillərdə bol yağıntılı, soyuq, sonra isə dağ tundra iqlimi formalaşır. Pirsaat çayda biraz mürəkkəbdir. Pirsaat çayı öz başlanğıcını bildiyiniz kimi bu istiqamətdən götürür və bu istiqamətdə axır. Hövzəsi dediyinə görə qolları ilə birlikdə deyir. Hövzəsində soyuq iqlim, soyuq iqlimdən sonra qışı quraq keçən soyuq iqlim də deyə bilərik. Bax, bu 7 rəqəminə görə. Sonra bütün fəsillərdə bol yağıntılı soyuq iqlim, qışı quraq keçən mülayim isti iqlim, yayı quraq keçən mülayim isti iqlim və yayı quraq keçən mülayim isti iqlim, mənsəbi isə yarım səhrada yerləşir. Bu mürəkkəbdir, çünki burada xırdalıq, incəlik çoxdur, ona görə pirsaat çayı düşməz, düşsə də mənsəbi düşər və yaxud da hövzəsində yayı quraq keçən mülayim isti iqlim
qışı quraq keçən mülayim isti iqlim olduğu düşə bilər. Bu doğrudur. Sonra Böyük Qafqazın şimal-şərqi yamacından axan çaylara aid olan xüsusiyyətləri qeyd etsək, Samur çayı, Qusar, Qudyal və sair kimi iri çaylar. Onlar da dağ tundra iqlimindən başlayır, sonra keçir Azərbaycan ərazisində, Samur istisna digərləri, qışı quraq keçən soyuq iqlim, sonra yağıntıları bərabər paylanan mülayim isti iqlim və hər birinin mənsəbi qışı mülayim keçən yarımsəhra quru çöl iqlimində yerləşir. Lənkərandan axan çaylar isə burada da bir balaca xırdalıq və mürəkkəblik var. Ona görə də hamısı düşməz sizə. Əsasən düşər ki, mənsəbi hansı iqlimdə yerləşir? Bilin ki, mənsəbi yayı quraq keçən mülayim isti iqlimdə yerləşir. Okean səviyyəsindən aşağıda yerləşməsinə baxmayaraq, iqlimi mülayim isti iqlimdir. Məsələn, belə bir cümlə düşə bilər ki, respublikamız daxilində bütün çayların yox, mənsəbi okean səviyyəsindən aşağıda yerləşən bütün çayların mənsəbi yarımsəhra iqlimində yerləşir. Bu ifadə yanlışdır, çünki Lənkəran ovalığından, yəni okean səviyyəsindən aşağıda yerləşən ərazilərdə Azərbaycanda iki iqlim formalaşır. Bir, yarımsəhra iqlimi, ikincisi isə mülayim isti iqlimdir. Bu da Lənkəran ovalığı üçün xarakterikdir. Buradakı çayların mənsəbi yayı quraq keçən mülayim isti iqlim üçün xarakterikdir. Sonra göllərimizə gələk. Abşerondakı göllər aydın məsələdir. Sonra Ağzı bir çala aydın məsələdir ki, yarımsəhrada yerləşir. Kür tektonik zonasında, Kür çökəkliyi tektonik zonasında yerləşən göllər də demək olar ki, hamısı yarımsəhradadır. Məsələn, Acnohur gölü yarımsəhra quru çöl, Candar göl yarımsəhra quru çöl, Mehman gölü, Ağgöl, Sarısu gölü, Hacqabul gölü, Duzdağ. Bunlar hamısı hansı iqlimdədir desə, deyəcəksiniz ki, yarımsəhra iqlimindədir. Tufan dağ haqqında dəqiq məlumat yoxdur, amma hər halda Tufan dağ dağ tundra iqlimində olar, çünki buzdağ mənşəli göldür. Göy göl, Maral göl əsasən soyuq iqlimdə. Sonra burada ala göllər dağ tundra iqlimində. Sonra Batabat, Qanlı göl, bunlar isə soyuq iqlimdə formalaşan göllərdir. Bu da əsasən Azərbaycanın gölləri və deməli çaylara. Suvarma kanallarımıza gəlincə isə burada bir balaca mülayim isti iqlim toxunur Samur-Abşeron kanalına. Qarabağ kanalı yalnız mülayim isti iqlimin formalaşdığı ərazidən axır deyə bilərik. Amma Şirvanda bir balaca fərqlənəcək. Şirvanda diqqətli olmaq lazımdır. Şirvan düzənliyində dağətəyi ərazidən keçdiyinə görə orada mülayim isti iqlim müşahidə edilə bilər. Daha dəqiq hansı hissədədir soruşsanız, bu hissədən başlayır, bu istiqamətdə gedir də təxminən. Bu hissələrdə qışı quraq keçən mülayim isti, yəni yuxarı Şirvan kanal hövzəsində keçdiyi ərazilərdə mülayim isti iqlim mövcuddur desə, doğru ifadə kimi götürəcəksiniz. Digər əsas kanallarımızda isə yoxdur, mövcud deyil. Belə.